Soruşursunuz ki, Nazlı xanım, əgər qan azlığı varsa, bu zaman mədə bağırsaq yoxlanmalıdırmı? Bildirmək istəyirəm ki, bəli, əgər qan azlığı, dəmir defisitli anemiya, ümumiyyətlə anemiya aşkarlanırsa da, mütləq hematoloqlar, yəni qan azlığı ilə məşğul olan həkimlər bizə yönləndirirlər ki, mütləq mədə bağırsaq yoxlanılsın. Bu zaman biz hansı xəstəliklər aşkarlaya bilərik? Əgər gastroskopiya zamanı mədədə eroziyalar aşkarlayırıqsa, zaman-zaman bu eroziyalar, xüsusilə əgər pasient qan durulaşdırıcı dərmanlar qəbul edirsə də, həmin eroziyalardan qan axma ola bilər və qan azlığı yarada bilər. Əgər onkibarma bağırsaqda, nazik bağırsaqda çölya xəstəliyi ilə uyumlu görünüm tapırıqsa, gluten enteropatiyası, bu zamanda bu dəmir defisitinə, qan azlığına səbəb olmuş ola bilər. Və həmçinin mədə xoraları aşkarlayırıqsa da, mədə xoralarda zaman-zaman qanayaraq, xronik olaraq qan azlığına səbəb ola bilir. Bəs bağırsaqlarda kolonoskopiya zamanı nə aşkarlaya bilərik? Bu zaman qanayan poliplər, ümumiyyətlə qanamasa da hər hansı bir yeni yaranmış olan törəmələr, poliplər qan azlığına səbəb ola bilər. Çox təəssüflər olsun ki, bəzən xəstə ancaq qan azlığından bizə gəlir, dəmir defisitli anemiya ilə gəlir. Bu zaman biz bağırsaq xərçəngi, kolon xərçəngi aşkarlaya bilirik. Amma halbuki nə xəstənin ishal şikayəti var, nə qəbizlik şikayəti var, nə də ki, nəcisdə qan şikayəti var. Lakin biz qan azlığının altında bir törəmə aşkarlayırıq ki, bu da bizi çox məyus edir. Bəs necə bilərik ki, bizdə qan axma var? Bunu isə nəcisdə gizli qan testindən bilə bilərsiniz. Əgər müayinə olunmağa çətinlik çəkirsinizsə, qərar verə bilmirsinizsə, bu zaman nəcisdə gizli qan testini yoxlayın. Əgər nəcisdə gizli qan testi pozitivdirsə, artıq ayrı çarəniz yoxdur. Mütləq gastroskopiya və kolonoskopiya olunmalısınız.